Hər kəsə salam dostlar. 9-cu dərsimizə xoş gəlmisiniz. Bildiyiniz kimi ötən dərsimizdə biz hücum haqqında danışmışdıq. Bu dərsimizdə isə biz müdafiə haqqında danışacağıq. Deməli dostlar, şahmatda müdafiə öz fiqurlarımızı və mövqeyimizi rəqibin hücumlarından qorumaq deməkdir. Və şahmatda müdafiənin bir neçə növü var. Məsələn, qorumaq, qaçmaq, bloklamaq, mübadilə etmək və əks hücum etmək kimi bir neçə yolumuz var. İndi isə gəlin çox uzatmadan dərsimizə başlayaq. Deməli dostlar, bu nümunədə ilk olaraq məqsədimiz Y5 xanasındakı fil fiquruna topla hücum etməkdir və biz topun gedişlərinə baxdığımız zaman görürük ki, biz B5 və Y2 xanalarına gəldiyimiz zaman Y5 xanasındakı fil fiquruna hücum edə bilirik. Və gəlin deyək ki, topumuzla Y2 xanasına gəlib Y5 xanasındakı fil fiquruna hücum edək. Gördüyünüz kimi artıq top fiquru Y5 xanasındakı fil fiquruna hücum edir. İndi sual budur ki, biz bu Y5 xanasındakı fil fiqurunu necə müdafiə edə bilərik? Müdafiə etməyin ən asan yollarından biri də qaçmaqdır. Gördüyünüz kimi top fiquru Y şaquli xətti boyunca və ikinci üfüqi xətt boyunca bütün xanalara nəzarət edir. Və biz müdafiə etmək üçün bəsitcə filimizi həmin xanalardan kənarlaşdırmalıyıq. Məsələn, biz filimizi D4 xanasına gələ bilərik və yaxud da C7 xanasına gələ bilərik. Amma diqqət edin, topumuz indi Y5 xanasına hücum edir deyə bu o demək deyil ki, Y5 xanasından başqa digər xanalar güvənli xanalardır. Xeyr, məsələn, biz B2 xanasına gəlsək, yenə top ikinci üfüqi xətt boyunca nəzarət etdiyi üçün gəlib bizim B2 xanasındakı fil fiqurumuzu vura bilər. Yəni qısaca öz fiqurumuzu müdafiə etmək istəyiriksə, rəqib fiqurun nəzarət etdiyi xanalara fikir veririk və fiqurumuzu rəqib fiqurun nəzarət etmədiyi bir xanaya aparırıq. Bu qaçmaq adlanır. İndi isə dostlar, gəlin özümüzü müdafiə etmənin digər bir yolu olan qorumaq yolu haqqında danışaq. Deməli, gördüyünüz kimi yenidən rəqib fiqur Y5 xanasındakı fil fiqurumuza hücum edir. Və belə olduğu halda bizim tək seçimimiz fil fiqurunu qaçmaq deyil. Gördüyünüz kimi at fiqurunun gedişlərinə baxdığımız zaman görürük ki, biz atımızla həm F7, həm də G6 xanalarına gələ bilirik. Və bu iki xananın fərqi yoxdur. Hər hansı birinə getdiyimiz zaman, deyək ki, F7 xanasına gedək. Gördüyünüz kimi biz artıq Y5 xanasındakı fil fiqurunu qorumuş oluruq. Yəni əgər rəqib gəlib bizim Y5 xanasındakı fil fiqurumuzu vursa, növbəti gedişdə biz də atımızla onun Y5 xanasındakı top fiqurunu vuracağıq. Və dostlar, əgər yadınızdadırsa, biz demişdik ki, şahmat oyunundakı hər bir fiqurun özünə məxsus dəyəri var. Piyada fiquru şahmat oyunundakı ən zəif fiqurdur və dəyəri 1 xala malikdir. At və fil fiqurlarının dəyəri 3 xala malikdir. Top fiqurunun dəyəri 5 xala malikdir və vəzir fiqurunun dəyəri isə 9 xala malikdir. Və indi baxdığımız zaman görürük ki, əgər rəqib gəlib bizim Y5 xanasındakı fil fiqurumuzu vursa, o artıq 3 xal önə keçmiş olacaq. Amma daha sonra növbə bizə keçdiyi zaman biz də gəlib rəqibin top fiqurunu vura bilərik. Və biz gəlib rəqibin top fiqurunu vurduğumuz zaman isə artıq sonda biz 2 xal öndə qalmış olarıq. Bunu sadə dillə sizə belə izah edə bilərəm ki, düşünün ki, rəqibiniz gəlib sizdən 3 manat alır. Daha sonra siz də rəqibinizdən 5 manat alırsınız. Və yekunda nə olmuş olur? Siz 2 manat öndə olmuş olursunuz. Yəni bu fiqur alverinin sonunda siz 2 xal öndə qalırsınız. Deməli dostlar, indi isə gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə rəqib bizim D6 xanasındakı at fiqurumuza hücum etmək istəyir və biz görürük ki, D2 xanasındakı fiqur B4 və F4 xanalarına gəldiyi zaman bizim D6 xanasındakı at fiqurumuza hücum edə bilir. Məsələn, deyək ki, rəqib B4 xanasına gəldi və növbəti gedişdə bizim D6 xanasındakı müdafiəsiz atımızı vurmaq istədi və növbə bizə keçdiyi zaman biz filimizlə F8 və Y5 xanalarına gəldiyimiz zaman D6 xanasındakı müdafiəsiz at fiqurumuzu qorumuş oluruq. Məsələn, deyək ki, F8 xanasına gəldik. İndi isə rəqib istəsə gəlib bizim D6 xanasındakı at fiqurumuzu vura bilər və növbəti gedişdə biz də gəlib rəqibin D6 xanasındakı filini vurarıq. Biz demişdik ki, at və fil fiqurlarının dəyəri 3 xaldır və bu dəyişim bərabər bir dəyişim oldu. Yəni, rəqib də bizdən 3 xal aldı, biz də rəqibdən 3 xal aldıq. Və bu, müdafiənin bir növü olan mübadilə etməkdir. Yəni, rəqibin hücum edən fiqurunu dəyişmək. Gördüyünüz kimi, bu nümunədə rəqibin hücum edən fiquru fil fiquru idi və biz öz atımızla rəqibin hücum edən fiqurunu dəyişdik və bu, mübadilə etmək adlanır. Başqa bir dillə desək, dəyişim etmək. İndi isə dostlar, gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə əgər ağlar
D2-dəki piyadasını 2 addım irəli gəlsə, gördüyünüz kimi bizim Y5 xanasındakı atımıza hücum etmiş olacaq. Və biz yenidən atımızı həm qaçaraq müdafiə edə bilərik, həm də qoruyaraq müdafiə edə bilərik. Hansı xanalardan qoruya bilərik? Həm J7 xanasına gələrək, həm də F4 xanasına gələrək Y5 xanasındakı at fiqurumuzu qoruya bilərik. Amma bu seçimlərdən sadəcə bir dənəsi düzgündür. Deyək ki, biz qorumağı seçdik. Məsələn, biz filimizlə J7 xanasına gəldik və Y5 xanasındakı at fiqurumuzu qorumuş olduq. Amma bu yanlış bir fikirdir. Çünki bayaq da dediyim kimi, piyadanın dəyəri 1 xaldır, at və fil fiqurlarının dəyəri isə 3 xaldır. Biz gəlib filimizlə Y5 xanasındakı atımızı müdafiə etdiyimiz zaman artıq növbə ağlara keçəcək və ağlar növbəti gedişdə gəlib bizim Y5 xanasındakı at fiqurumuzu vuracaq. Gəlin baxaq. Deməli, piyada gəlib Y5 xanasındakı at fiqurunu vurur və növbə bizə keçdiyi zaman biz gəlib Y5 xanasındakı piyada fiqurunu vuracağıq. Və bu dəyişimlərin sonuna baxdığımız zaman görürük ki, rəqib bizdən 3 xal aldı, biz isə rəqibdən 1 xal aldıq və ortada biz 2 xal itirmiş olduq. Rəqib öz dəyərsiz bir fiquru ilə gəlib bizim daha dəyərli bir fiqurumuza hücum etdi və biz fiqurumuzu qaçmağı yox, qorumağı seçdiyimiz üçün 2 xal itirmiş olduq. Ona görə də dostlar, belə hallarda rəqibiniz daha gücsüz bir fiquru ilə sizin daha güclü bir fiqurunuza hücum etdiyi zaman ən düzgün seçim həmin fiquru qorumaq yox, qaçmaqdır. Məsələn, D7 xanasına qaça bilərsiniz, J6 xanasına qaça bilərsiniz və s. kimi, yəni bu nöqtələrlə işarələnmiş xanalara qaça bilərsiniz. İndi deyək ki, D4 xanasındakı piyada yox, vəzir fiqurudur və vəzir bizim Y5 xanasındakı at fiqurumuza hücum edib. Artıq biz istəsək həm Y5 xanasındakı at fiqurumuzu qaça bilərik və yaxud da istəsək filimizlə J7 xanasına gələrək Y5 xanasındakı at fiqurumuzu qoruya bilərik. Amma diqqət edin, burada sadəcə Y5 xanasına gəlmək düzgündür. Əgər biz F4 xanasına gəlsək düzdür, yenidən Y5 xanasındakı atı qorumuş oluruq. Amma artıq vəzirimiz sadəcə atı yox, bizim müdafiəsiz fil fiqurumuzu da vura bilir. Ona görə də filimizlə F4 xanasına gəlmək düzgün bir seçim deyil. Deməli, biz J7 xanasına gəlirik və Y5 xanasındakı at fiqurumuzu qorumuş oluruq. Və indi rəqibimiz gəlib bizim Y5 xanasındakı atımızı vursa, növbəti gedişdə biz də gəlib rəqibin Y5 xanasındakı vəzir fiqurunu vuracağıq. Və bu dəyişimlərin sonunda nə olmuş olur? Rəqib bizdən 3 xal dəyərindəki at fiqurumuzu alır, amma biz rəqibdən 9 xal dəyərindəki vəzir fiqurunu alırıq və ortada biz 6 xal önə keçmiş oluruq. Ona görə də rəqibin Y5 xanasındakı at fiqurumuzu vurması rəqib üçün çox yanlış bir seçimdir. Deməli dostlar, qısaca biz bunu öyrəndik ki, əgər bizim fiqurumuza rəqibin daha dəyərsiz bir fiquru hücum edirsə, ən düzgün seçim fiqurumuzu həmin xanadan uzaqlaşdırmaqdır, yəni qaçmaqdır. Yox, əgər bizim fiqurumuza rəqibin eyni dəyərə malik olan fiquru hücum edirsə, onda biz istəsək həm fiqurumuzu qaça bilərik və yaxud da gəlib qoruya bilərik. Çünki dəyişimlərdən sonra rəqib də bizdən 3 xal almış olacaq, biz də rəqibdən 3 xal almış olacağıq və bu tip dəyişim bərabər bir dəyişim olacaq. Həmçinin rəqibin daha güclü bir fiquru da bizim daha zəif bir fiqurumuza hücum edərsə, yenidən biz istəsək həm fiqurumuzu qaça bilərik və yaxud da gəlib qoruya bilərik. Deməli dostlar, indi isə gəlin bloklamaq haqqında danışaq. Yəni müdafiənin bir növü olan bloklamaq nədir? Necə edilir? Deməli, deyək ki, rəqibimiz bizim H8 xanasındakı top fiqurumuza hücum etmək istəyir və biz baxırıq ki, əgər rəqib B2 xanasına gələrsə, bizim H8 xanasındakı top fiqurumuza hücum edə bilər. Düzdür, biz yenidən H8-dəki topumuzu qaçaraq da müdafiə edə bilərik, amma biz indi bloklamaq haqqında danışırıq. Deməli, bloklamaq rəqibin hücum yolunu kəsmək üçün araya bir fiqur qoymaqdır. Biz G4 xanasındakı piyadanı bir addım irəliyə oynadığımız zaman artıq filimizin H8 xanasında olan baxışı kəsilmiş olur. Yəni filimiz sadəcə bura qədər gedə bilər. Ya istəsə bizim Y5 xanasındakı piyadamızı vura da bilər. Amma bu rəqib üçün yanlış bir seçim olar. Baxın, artıq rəqibimiz gəlib bizim H8 xanasındakı top fiqurumuzu vura bilmir. Çünki biz onu piyadamızla bloklamış oluruq. Və əgər rəqib gəlib bizim Y5 xanasındakı piyadamızı vursa, baxın, deyək ki, vurur. Növbəti gedişdə biz də gəlib rəqibin filini vururuq. Və yekunda nə olmuş olur? Rəqib bizdən 1 xal almış olur, biz də rəqibdən 3 xal. Nəticədə biz 2 xal öndə olmuş oluruq.
Deməli dostlar, gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə qaraların məqsədi bizim G8 xanasındakı vəzir fiqurumuza hücum etməkdir. Və biz görürük ki, rəqib öz fil fiquru ilə bizim vəzir fiqurumuza heç bir şəkildə hücum edə bilməz. Ona görə də biz topun gedişinə baxırıq və topun gedişinə baxdığımız zaman görürük ki, əgər top fiquru J2 xanasına gələrsə, bizim G8 xanasındakı vəzir fiqurumuza hücum etmiş olur. Baxın, top J2 xanasına gəlir və növbəti gedişdə bizim G8 xanasındakı vəzirimizi vurmaq istəyir. Yəni vəzirimizə hücum edir. Belə olduğu halda biz istəsək vəzirimizi müdafiə etmək üçün J şaquli xəttindən çəkə bilərik və yaxud da bayaqda dediyim kimi bloklama qaydasından istifadə edə bilərik. Gördüyünüz kimi atımız J5 xanasına gəldiyi zaman artıq top fiquru yuxarı istiqamətdə sadəcə J5 xanasına qədər gedə bilər. Və belə vəziyyətdə rəqib gəlib bizim J5 xanasındakı at fiqurumuzu vurduğu zaman biz istəsək həm vəzirimizlə rəqibin topunu vura bilərik və yaxud da istəsək öz piyadamızla rəqibin topunu vura bilərik. Deyək ki, öz piyadamızla rəqibin topunu vururuq və dəyişimlərin sonunda görürük ki, rəqib öz top fiquru ilə bizim atımızı vurdu, yəni bizdən 3 xal aldı. Daha sonra biz də piyadamızla rəqibin top fiqurunu vurduq və rəqibdən 5 xal aldıq. Nəticədə biz 2 xal öndə qaldıq. Bu nümunədə deyək ki, ağlar bizim C6 xanasındakı at fiqurumuza fili ilə hücum etmək istəyir və öz filini A4 xanasına gəlir. Gördüyünüz kimi növbəti gedişdə bizim C6 xanasındakı at fiqurumuzu vurmaq istəyir. Belə olduğu halda biz istəsək filimizi geriyə çəkərək C6 xanasındakı atımızı qoruya bilərik və yaxud da istəsək atımızı rəqib fiqurunun nəzarət etmədiyi bir xanaya qaça bilərik. Amma bu vəziyyətdə biz görürük ki, onsuz da bizim B7 xanasındakı piyadamız C6 xanasındakı at fiqurumuzu qoruyur. Yəni əgər rəqib gəlib fili ilə bizim C6 xanasındakı atımızı vursa, biz də növbəti gedişdə B7-dəki piyadamızla rəqibin C6-dakı filini vura bilərik. Və bunlarla yanaşı biz istəsək həmçinin əks hücum da edə bilərik. Bayaqda dediyim kimi əks hücum rəqibin açıqda qalan fiqurlarına hücum edərək onu geriyə çəkməyə məcbur etməkdir. Baxın, bu nümunədə biz filimizlə deyək ki, istəsək həm D3, həm də J4 xanalarına gələrək rəqibin Y2 xanasındakı top fiquruna hücum edə bilərik. Baxın, deyək ki, biz J4 xanasına gələrək növbəti gedişdə gəlib Y2 xanasındakı top fiqurunu vurmaq istəyirik. Belə olduğu halda deyək ki, rəqib gəlib bizim C6 xanasındakı at fiqurumuzu vurdu. Və növbəti gedişdə biz də gəlib rəqibin Y2 xanasındakı top fiqurunu vururuq. Daha sonra isə rəqib gəlib bizim B7 xanasındakı piyadamızı vurur. Və axırda saydığımız zaman görürük ki, rəqib bizim atımızı və piyadamızı vurmuş olur. Yəni bizdən 4 xal almış olur. Amma biz rəqibin topunu vururuq və rəqibdən 5 xal almış oluruq. Deməli, bu dəyişimlərin sonunda biz qazanclı oluruq. 1 xal öndə oluruq. Deməli dostlar, gördüyünüz kimi rəqibin C6 xanasındakı at fiqurumuzu vurması rəqibə xeyir eləmir. Ona görə də rəqib öz top fiqurunu çəkməlidir. Baxın, məsələn, istəsə rəqib burada Y4 xanasına gələrək bizim filimizə də hücum edə bilər. Amma növbəti gedişdə biz yenidən gəlib rəqibə əks hücum edə bilərik. Məsələn, deyək ki, F5 xanasına gələrək yenidən rəqibin topuna hücum edə bilərik. Deməli dostlar, əks hücum mənim ən sevdiyim müdafiə növlərindən biridir. Çünki pasiv şəkildə özümüzü müdafiə etmirik. Yəni sadəcə geri çəkilmək yerinə biz də rəqibin üstünə getmiş oluruq. Deməli dostlar, 9-cu dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Növbəti dərslərimizdə hücum və müdafiə anlayışları haqqında daha ətraflı danışacağıq və daha irəli səviyyə nümunələrə baxacağıq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.